Sizi dünyaya ve maddiyata bağlayan amiller var. Ve bu amillerdə qoymur siz onu qırasız. O bağlılıqları qırıb Allah əmrində, Allah cihadında hazır olasınız. İnsanın bağlantıları bəzən insanı ən ali bir nöqtədə, o yerdə ki insan qərar verməlidir, qərarının qabağını ala bilir. Quran-ı Kərimdə Təabun surəsinin 14-cü ayəsində oxşar məzmun keçir. Allah buyurur, ey iman gətirənlər, sizin bəzilərinizin ailəsi, uşağı onun düşmənidir. Fəhvəruhum, onlardan bərhəzər olunuz. Müğayət olunuz, bəzilərinizin arvad uşağı sizin düşməninizdir. Yəni bəzilərinizin arvad uşağı düşməninizdir. Bunun mənasında bəzən bəhs ediblər. Deyiblər, əgər doğrudan bu insanlar idi ki, məsələn, onların arvad uşağı onlarla qırğında idi, söz söhbətləri var idi ailədə, giley-güzarları var idi, davaşavaları var idi. Bunu lazım deyir idi ki, Allah deyirdi. Adam özü bilirdi, evdə günüm qaradı, gündə evdə qırğındı. Bəs bu ki, Allah deyir, bəzilərinizin arvad uşağı düşmənizdir. Allah bunu deyir onlara, Allah onların bilmədiyini istəyir onlara deyə. O da bundan ibarətdir ki, o cürdür ki, siz elə bilərsiniz, arvad uşaq düşmən deyəni gündə davaşavadır. Arvad uşaq düşməndi də ola bilər, arvad uşaq lap belə mehriban ola. Lap belə əldən gedəsən üçün. Lap belə nə tər istəyirsən xidmətində ola, amma necə düşmənçilik ola. Onda ki, həyatın bir həssas qərarın vermək istəyirsən, onda səni yolundan eləyər. O ki, Quran deyir, arvad uşağız bəzən sizin düşmənizdir. İstəyir desin, qərar anında sizin qabağınıza ala bilirlər.